ölkə xaricinə ilk dəfə səyahət edən zaman nəyi nəzərə almalıdır? Gəlin bir də bundan danışaq. Ümumiyyətlə hansı ölkəyə ilk növbədə səyahət etməlidir? Və belə bir fərq varmı? Məsələn, bəzən vurğulayırlar ki, ilk dəfədirsə Türkiyə, İstanbul, Moskva, yəni bu yaxın yerlərə, şəhərlərə getsəz, məsələn, daha yaxşı olar. Bu doğrudurmu? Yoxsa mən birbaşa istəsəm Avropaya və yaxud digər ölkələrə gedə bilərəm, yəni ilk səyahətimlə? Düşünürəm ki, yaxın ölkələrə getmək ilk dəfə üçün daha yaxşı seçim olar. Bu həm dil baxımındandır. Türkiyə dediniz, məsələn, Türkiyədə insan ilk dəfə xarici ölkəyə uçursa, aeroporta düşməli olacaq, sonra nə bilim ictimai nəqliyyata düşməli olacaq. Ən azından bir dil tanış gəlsin onlara. Elə insan da ola bilər ki, məsələn, ingilis dilini tam sərbəst şəkildə bilirsə və ilk dəfədən Avropaya getmək istəyirsə, o da məsələn Budapeştdən başlamaq olar. Avropada da çünki şəhərlər bəziləri həqiqətən çox böyükdür. Məsələn, mən Parisdə olanda şəxsən özüm metrodan bir saat başa düşə bilmirdim ki, bu necə işləyir. O bilet almaq, sonra metro tutaq ki, biz də Bakıda gedirik bir stansiyaya, qabağa, yadımızdan çıxıb düşməmişik. Keçirik qarşı tərəfə, qayıdırıq dala. Amma siz Parisdə bir stansiya səhv getsəz, dala qayıtmaq üçün bəlkə 1-2 mərtəbə dəyişməli olacaqsınız.